tərəfdə bir ekrana düşən Van Gogh haqqında Redik mətni, digər tərəfdə Redik nəşriyyatı 11-ci sinif kitabındakı Van Gogh mətni. Mətnlərin bənzərliyi ilə yanaşı, imtahana düşən mətnin söz tərkibini analiz etsək, mətndə işlənən seçilmiş sözlərin Reading kitablarında daha əvvəl qarşımıza çıxdığını görərik. Və bu sözlər həmçinin bəzi bənzər quruluşlu qrammatika sualları nəşriyyatın bir kitabında deyil, bir neçə kitabında da var.